Gəlirmə hərəkətlərimizi və onurğa mobilizasiyasını bitirdik. İndi keçəcəm normal məşqimi eləməyə. Mən bundan əvvəlki videolarda dediyim kimi pull push leg işləyirəm. Sinə, çiyin, triceps və yəni sinergist əzələlərdə kürək, biceps və ayaq ayrı. Bu mənim özümə məxsus proqramdır. Proqram budur. Amma o ki qaldı hansı hərəkətlər eləyirəm, bu növbəti addımdır. Bu da nədən asılıdır? Zala girib birinci hərəkətimin standart çəkimdə, yəni minimum çəkimdə elədiyim vaxtdan hesablayacağım. Baxaracam, görəcəm mənim orada enerjim nə qədərdir, gücüm nə qədərdir, özümü necə hiss edirəm. Ondan sonra mən biləcəm ki, hansı aparatda hansı hərəkət eləyəcəm. Amma proqramımda isə pull push leg-dir. Yəni sinə, çiyin, tricepsdir. Əsası budur. Hər bir hərəkətin birinci podxodunu və ikinci podxodunu, yəni birinci, ikinci yanaşmasını çalışıram minimum çəkidə eləyim ki, isinmə hərəkətlərimdən sonra oynaqlarımı isitdim. Burada isə əzələlərimi ayırdım, oyandırım ki, mən artıq hərəkətə başlamışam və indi idman eləyəcəm ki, onlar hər hansı bir zədəyə məruz qalmasınlar.